Salam əziz dinləyicilər, bugün mən sizə Həyatın Sirləri rubrikasından çıxış edəcəm. Və bilirsiniz ki, Həyatın Sirləri rubrikası mənim Həyatın Sirləri əsərimdəndir. İndi mən əsərimdən bir neçə cümlə oxuyacağım, sonra həmin cümlələr əsasında da mən öz əlavə fikirlərimi deyəcəm. İndi isə hələlik əsərimdən oxuyuram bir neçə cümlə. İnsan həyatı ömür səhifələrindən ibarətdir. Ömür səhifələri körpəlik dövründən başlayıb qocalıqla sona yetirir. Hər bir fərd həyatda hansı sənəti, peşəni seçmək üçün onu şuurunda əks etdirir. Şuur onun mənasını anladır, gələcək həyat yolunu işıqlandırır. Məhz belə bir məqamda səhv etmək olmaz. Təəssüflər olsun ki, valideynlərin təsir dairəsində gənclər müstəqil hərəkət edə bilmirlər. Nəticədə müəllim olmaq istəyən mühəndis, mühəndis olmaq istəyən həkim, artist olmaq istəyən hüquqşünas və s. peşəni seçir. Seçilmiş yanlış peşələr gənclərin maraq dairəsində olmur. Ali məktəblərdə təhsil alan belə tələbələr natamam kamilləşir, bilik səviyyələrinə görə o sahədə öz qabiliyyətlərini göstərə bilmir. Beləliklə, həmin gənclərdə istedadlıq qabiliyyətinin olmaması aşkar edilir. Bax, bu mənim Həyatın Sirləri əsərimdən oxuduğum bir neçə cümlədir. İndi bu yazdığım əsərdə fikirlər ki, yazmışam, bu fikirləri və bu fikirlər əsasında istəyirəm ki, əlavə məlumatlar sizin nəzərinizə çatdırım. İnsan həyatı ömür səhifələrindən ibarətdir. Bu səhifələr körpəlikdən başlayır və qocalıqla sona yetirir. Hər bir səhifə fərdi təcrübə, bilik və həyatı dərslərlə zənginləşir. Həyatın hər mərhələsi insanın şəxsiyyətinin formalaşmasında vacib rol oynayır. Özünü dərk etmiş insan həyatda hansı sənəti və ya peşəni seçəcəyini şuurunda əks etdirir. Şuur insanın gələcək həyat yolunu işıqlandırır və ona düzgün seçim etməyə imkan verir. Lakin çox zaman gənclər valideynlərinin təsir dairəsində qalır və müstəqil qərar verə bilmir. Bu isə onların peşə və həyat seçimində səhvlərə səbəb olur. İnsan ömrü müxtəlif mərhələlərdən ibarətdir və hər mərhələ onun həyat yoluna təsir göstərir. Birinci körpəlik dövrü. İnsan dünyaya göz açır, ətraf mühiti öyrənir və ilkin təcrübələr əldə edir. İkinci uşaq və məktəb dövrü. Şəxsiyyət formalaşır, maraqlar və ilkin bacarıqlar ortaya çıxır. Üçüncü gənclik dövrü. İnsan peşə seçimi və gələcək həyat yolunu müəyyənləşdirir. Bu mərhələdə şuur və düşüncə böyük rol oynayır. Dördüncü, yetkinlik və peşə fəaliyyəti. İnsan seçdiyi sahədə fəaliyyət göstərir, bilik və bacarıqlarını tətbiq edir. Beşinci, yaşlılıq dövrü. Həyat təcrübəsi dəyərləndirilir,
bilik və bacarıqlar paylaşılır və gələcək nəsillərə tövbə verilir. Hər bir ömür səhifəsi insanın şuurunu, dünya görüşünü və həyat yolunu işıqlandırır. Lakin səhv seçimlər bu səhifələri qarışdırır və insanın potensialını tam şəkildə ortaya qoymasını əngəlləyir. Həyatda düzgün peşə seçimi insanın gələcək uğurunu və şəxsi kamilliyini müəyyən edir. Şuur insanın maraqlarını, istedadını və qabiliyyətlərini qiymətləndirərək gələcək peşə yolunu işıqlandırır. Təəssüflər olsun ki, valideynlərin təsir dairəsində gənclər çox zaman müstəqil qərar verə bilmirlər. Nəticədə məlum olmaq istəyən gənc mühəndis olur, mühəndis olmaq istəyən gənc həkim olur, artist olmaq istəyən gənc hüquqşünas olur və s. Belə yanlış peşə seçimi gənclərin maraq dairəsinə uyğun olmadığı üçün onların istedadlı qabiliyyəti üzə çıxmır və kamilləşməsi natamam olur. Yanlış peşə seçimi bir sıra mənfi nəticələrə səbəb olur. Birinci, istedadın sönməsi. Gənc maraq göstərmədiyi sahədə işlədikcə, onun yaradıcı potensialı inkişaf etmir. İkinci, bilik səviyyəsinin zəifliyi. Maraqsız sahədə təhsil alan tələbələr bilik səviyyəsini yüksəldə bilmir və sahədə öz qabiliyyətini göstərə bilmirlər. Üçüncü, peşə və həyatda məmnuniyyətsizlik. İnsan öz istedadına uyğun olmayan sahədə işləyərkən daxili məmnuniyyət hiss etməz. Dördüncü, cəmiyyət üçün potensial itkisi. İstedadlı gənclər düzgün sahədə fəaliyyət göstərmədikdə, cəmiyyət də onların yaradıcılıq potensialından məhrum olur. Beləliklə, yanlış peşə seçimi yalnız fərdi səviyyədə deyil, həm də sosial və milli səviyyədə itkilərə səbəb olur. Gənclərin istedadını üzə çıxarmaq və onları düzgün sahəyə yönləndirmək üçün bir sıra tədbirlər vacibdir. Birinci, müəllim və valideyn dəstəyi. Gənclərə müstəqil qərar vermə imkanı yaratmaq. Onların maraq və qabiliyyətlərini nəzərə almaq. İkinci, təhsil. Peşə seçimlə bağlı məsləhətlər, testlər və mentorluq proqramları gənclərin düzgün istiqamət almasına kömək edir. Üçüncü, istedadın inkişaf etdirilməsi. Gəncin maraq göstərdiyi sahədə bacarıqların inkişaf etdirilməsi üçün şərait yaratmaq. Dördüncü, motivasiya və təşviq. Gənclərin uğurlarını dəyərləndirmək, onları sahədə fəaliyyət göstərməyə ruhlandırmaq. Bu tədbirlər gənclərin həm fərdi kamilləşməsini, həm də cəmiyyətə faydalı olmasını təmin edir. Həmişə kimi mən bütün çıxışlarımda deyirəm ki, mən bir fikir üzərində çıxış edirəmsə, söylədiyim fikirlər əsasında nəticə verirəm. İndi bu çıxış etdiyim bu məlumatlar əsasında belə bir nəticəyə gəlmək olar ki, insan həyatı ömür səhifələrindən ibarətdir və hər səhifə fərqli təcrübə və inkişaf üçün vacibdir. Gənclik dövründə peşə seçimi həyatda uğur və kamilin açarıdır. Lakin valideyn təsiri və sosial məhdudiyyətlər nəticəsində gənclər tez-tez maraq göstərmədikləri sahədə fəaliyyət göstərirlər.
Yanlış peşə seçimi istedadın sönməsinə, bilik səviyyəsinin zəifləməsinə və şəxsi məmnuniyyətsizliyə səbəb olur. Bu həm fərdi, həm də sosial səviyyədə itkilər yaradır. Hər bir fərd öz maraq və istedadına uyğun sahəni seçməli, düzgün istiqamətdə inkişaf etdirməli və kamilə çatmaq üçün şüurunu işıqlandırmalıdır. Valideynlər, müəllimlər və cəmiyyət isə gənclərin istedadlarını üzə çıxarmaq və onları düzgün sahələrə yönləndirmək üçün dəstək olmalıdır. Bu yolla həm fərdi, həm də milli səviyyədə inkişaf və uğur təmin edilə bilər. Əziz dinləyicilər, indi bu Həyatın Sirləri əsərimdə növbəti yazdığım fikirləri oxuyacağım. Sonra o yazdığım fikirlər əsasında əlavə məlumatları sizin nəzərinizə çatdıracağım. Yazıram ki, gənclər öz taleyindən küskün olur, həyata sığına bilmir, nəyisə axtarır. Onların həyatda axtardıqları nədir? Bax, belə bir sual verirəm. İnsan ömrünü mənəvi gözəlliklə qidalandıran qabiliyyət deyilmi? Bax, indi bax, bu yazdığım bu fikirlər əsasında əlavə informasiyaları istəyirəm sizin nəzərinizə çatdırım. Gənclik insan həyatının ən canlı, enerjili və eyni zamanda mürəkkəb dövrüdür. Bu dövrdə insanlar öz şəxsiyyətini kəşf edir, dünyaya baxışlarını formalaşdırır və həyatdakı məqsədini axtarırlar. Lakin bir çox gənclər bu axtarış zamanı həyatdan küskün olur, öz taleyindən narazı qalır və mənəvi boşluq hissi yaşadır. Gənclərin həyatda nəyə çatmaq istədikləri, onların daxili axtarışları və mənəvi inkişafın əhəmiyyəti araşdırmaq lazımdır ki, gələcəkdə gənclər səhvə yol verməsin. Gənclərin həyatda axtardıqları çox və mənəvi və daxili məmnuniyyətlərlə bağlıdır. Bu axtarışın əsas istiqamətləri aşağıdakılardır. Birinci, məna və məqsəd axtarışı. Burada gənclər həyatın mənasını anlamağa çalışırlar. Onlar yalnız maddi müstəvidə uğur əldə etməyi deyil, həm də ruhən zənginləşməyi, özünü ifadə etməyi və mənəvi harmoniya tapmağı arzulayırlar. İkinci, şəxsiyyətin formalaşması. Burada gənclik dövrü insanı öz şəxsiyyətini və identitetini müəyyənləşdirir. Bu, onların daxili axtarışlarının əsas hissəsini təşkil edir. Şəxsiyyətin inkişafı mənəvi dəyərlərlə sıx bağlıdır. Üçüncü, həyatda sabitlik və rahatlıq axtarışı. Küskünlük və narazılıq gənclərin həyatının çətinləri ilə qarşılaşmasından doğur. Küskünlük və narazılıq gənclərin həyatın çətinləri ilə qarşılaşmasından doğur. İnsanlar mənəvi və ruhu sakitlik əldə etməyə çalışaraq həyatda öz yerini tapmaq istəyirlər. Beləliklə, gənclərin həyatda axtardıqları əslində mənəvi zənginlik və ruhun qidalanmasıdır. İnsan ömrünü yalnız maddi zənginlik və rahatlıqla qidalandırmaq daha kifayət deyil. Həyatın dəyəri insanın mənəvi inkişafı və daxili zənginliyi ilə də ölçülür. Mənəvi inkişaf aşağıdakı sahələrdə özünü göstərir. Birinci, əxlaq və dəyərlər. İnsan ömrü əxlaqi prinsiplər və
mənəvi dəyərlərlə zənginləşdikcə daha mənalı olur. Doğruluq, mərhəmət və başqalarına hörmət gənclərin həyatının istiqamətlərindən əsas prinsiplərdən sayılır. İkinci, bilik və təcrübə. Mənəvi inkişaf bilik, öyrənmə və təcrübə ilə möhkəmlənir. İnsan yeni biliklər əldə etdikcə həyatın mürəkkəbliyini daha yaxşı anlayır və daxili harmoniya tapır. Üçüncü, yaradıcı fəaliyyət. İncəsənət, yazı, elm və digər yaradıcı fəaliyyətlər insanın ruhunu zənginləşdirir. Bu fəaliyyətlər gənclərə mənəvi dəyər qazandırır və həyatın məqsədini tapmaqda yardım edir. Dördüncü, özünü dərk etmə. Gənclər öz daxili dünyasını anladıqca həyatda axtardıqları mənanı daha aydın görə bilirlər. Özünü dərk etmək üçün ruhun qidalanmasına və daxili sabitliyə səbəb olur. Beləliklə, insan ömrünü mənəvi gözəllə qidalandırmaq gənclərin həyatda axtardıqları ən vacib amildir. Bəzən gənclər həyatdan küskün olur və daxili boşluq hissi yaşayırlar. Bunun əsas səbəbləri aşağıdakılardır. Birinci, maddi yönümlülük. Cəmiyyətin maddi uğur və sosial statusa verdiyi önəm gənclərin daxili axtarışını çətinləşdirir. Onlar yalnız maddi rahatlıqla kifayətlənir və ruhani inkişafı ikinci plana atır. İkinci, daxili harmoniyanın olmaması. Gənclər öz daxili dəyərləri ilə xarici tərəflər arasında balans tapa bilmədikdə məyusluq yaşayırlar. Bu vəziyyət onların həyatdan narazı qalmasına səbəb olur. Dördüncü, məqsəd və ideyaların aydın olmaması. Gənclərin həyatdakı məqsədləri aydın olmadıqda onlar həyatda nəyisə axtarır və bu axtarış zamanı özlərini boşluqda hiss edirlər. Beləliklə, gənclərin daxili boşluğu əslində mənəvi zənginliyin yetərli olmaması ilə bağlıdır. Onların həyatda axtardıqları əslində ruhun qidalanması və mənəvi dəyərlərin əldə olunmasıdır. Gənclərin həyatda axtardığı mənəvi zənginlik müxtəlif formalarda təzahür edir. Birinci, sevgi və dostluq. İnsan ömrünü mənalı edən əsas amillərdən biri sevgi və dostluqdur. Bu münasibətlər gənclərə mənəvi qida verir və daxili boşluğu aradan qaldırır. İkinci, təhsil və bilik axtarışı. Gənclər bilik əldə etməli öz dünya görünüşünü genişləndirir və həyatda məqsəd tapırlar. Təhsil ruhu qidalandırır və insanı mənəvi zənginləşdirir. Üçüncü, yaradıcı fəaliyyət və hobbilər. Yaradıcı fəaliyyət ruhu qidalandıran ən effektiv vasitələrdən biridir. Hobbilər və incəsənət insanın daxili dünyasını zənginləşdirir, həyatı daha da mənalı edir. Dördüncü, dini və mənəvi praktika. Mənəvi təcrübə, ibadət və daxili təmizlik gənclərin həyatında axtardığı mənəvi zənginliyi təmin edir. İnsan öz ruhunu qidalandırdıqca həyatdan məmnun olur. Beləliklə, insan ömrünü mənəvi gözəlliyi ilə qidalandırmaq gənclərin həyatda axtardığı əsas məqsəddir. Yenə həmişə dediyim kimi deyirəm,
hər mövzu haqqında danışıram, sonra nəticə verirəm. İndi gəlin nəticələrini deyək. Gənclik dövrü həyatda məqsəd və mənanı axtarma dövrüdür. Bu dövrdə insanlar talehinə küskün ola bilər. Həyatda öz yerini tapa bilmədiklərini hiss edə bilərlər. Lakin onların həyatda axtardıqları əslində mənəvi zənginlik və ruhun qidalanmasıdır. İnsan ömrü yalnız maddi rahatlıq və uğurla deyil, həm də mənəvi gözəllik, bilik, yaradıcı fəaliyyət və sevgi ilə zənginləşir. Gənclərin həyatda tapmaq istədiyi dəyər insanın daxili dünyasının inkişafı və mənəvi harmoniya əldə etməsidir. Beləliklə, mənəvi inkişaf gənclərin həyatdakı məqsədini tapmaq və daxili boşluğu aradan qaldırmaq üçün ən vacib vasitədir. Həyatın mənası əslində ruhun qidalanmasında və mənəvi zənginlikdə gizlidir. Əziz dinləyicilər, indi isə yenidən mən Həyatın Sirləri əsərimə qayıdıram. Əsərimdən yenə bir neçə cümlə oxuyacağım. Sonra həmin cümlələr əsasında əlavə fikirlər söyləyəcəm. İndi isə əsərimdən oxuyuram. Yazıram ki, hər hansı peşəyə və sənətə maraq dairəsi güclü olan amilə faktora istedad deyilir. Ömrün müəyyən səhifələrində istedad güclənir, insana psixoloji təsir göstərir, maraq dairəsi güclü olan peşəyə şuur istiqamət verir. Nəticədə cəsarətlik, mətinlik, şücaətlik, dözümlülük, təmkinlik, iradə və səbir göstərən şəxs öz istedadını gec-tez üzə çıxara bilir, əziyyət çəksə də öz məhsulundan millətinə bəxş edir. Bu cür şəxsiyyətlər həyat proqramına qayıdır, həqiqəti tapır, yaşamağın şirinliyini duyur, mənəvi gözəllikdən, mənəvi nemətdən pay alır. Bu mənim Həyatın Sirləri əsərimdə yazdığım fikirlərdir. İndi bu yazdığım fikirlər əsasında əlavə informasiyaları deyəcəm. İnsan həyatının ən vacib əmrlərindən biri olan onun istedadıdır. İstedad insanın müəyyən peşəyə, sənətə və ya fəaliyyət sahəsinə maraq və qabiliyyətidir. Bu qabiliyyət insanın daxili dünyasını zənginləşdirir, onu həyatın mürəkkəbliyində irəli aparır və cəmiyyətə töhfə vermə imkanları açır. İstedad yalnız doğuşdan gələn bir xüsusiyyət deyil. İnsan ömrün müxtəlif mərhələsində inkişaf edə bilər. Psixoloji və mənəvi təsir göstərə bilər. İstedadın mahiyyəti, onun inkişafı və insanın mənəvi gözəlliyi ilə əlaqələrini biz gəlin izahını verək, təhlil edək. İstedad insanın müəyyən bir fəaliyyət sahəsində üstün qabiliyyət göstərməsi, maraq dairəsinin geniş və güclü olması ilə xarakterize olunur. İstedad aşağıdakı xüsusiyyətlərlə seçilir. Birinci, maraq və diqqət. İstedadlı insan maraq duyduğu sahəyə daha çox diqqət göstərir. Onun inkişafı üçün əlavə səylər göstərir. İkinci, yaradıcı yanaşma. İstedad insanı standart həllərdən çıxaraq yaradıcı düşünməyə yönəldir. Üçüncü, motivasiya və əzm. İstedad insanı qarşıya qoyulan məqsəd çatmaq üçün səylərini davam etdirməyə sövq edir. Dördüncü, psixoloji təsir. İstedad insanın özünə
əminliyi, cəsarətini, dözümlüyünü artırır. Onun həyat fəaliyyətinə müsbət təsir göstərir. Beləliklə, istedad yalnız qabiliyyət deyil, həm də insanın daxili dünyasının inkişafını təmin edən mühüm amildir. İstedad insan ömrü müxtəlif sahələrdə güclənir və formalaşır. Bu inkişaf prosesi aşağıdakı mərhələlərdən keçir. Birinci, kəşf mərhələsi. İnsanın öz maraq dairəsini kəşf etdiyi dövrdə istedad üzrə çıxır. Bu mərhələdə fərq müəyyən sahəyə yönəlir və ilkin bacarıqlarını sınayır. İkinci, sınaq və məşq mərhələsi. İstedad inkişaf edir və insan öz qabiliyyətini təkmilləşdirmək üçün səylər göstərir. Bu mərhələdə əzm və səbir xüsusi rol oynayır. Üçüncü, təcrübə və nəticə mərhələsi. İstedadlı insan nəticələr əldə edir, öz fəaliyyətini dəyərləndirir və bu nəticələri cəmiyyətdə paylaşır. Bu mərhələ insan həm peşəkar, həm də mənəvi inkişafını tamamlayır. İstedadın inkişafı insanın psixoloji və mənəvi dünyasına təsir göstərir. Ona cəsarət, mətinlik, dözümlülük, təmkinlik və iradə qazandırır. İstedad insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. İstedadlı insanlar həyatda qarşılaşdıqları çətinliklərə baxmayaraq öz məqsədlərinə yönəlir və daxili harmoniya tapır. Bu xüsusiyyətlər onları cəmiyyətdə nümunəvi və dəyərlidir. Yəni, insanda cəsarətlik və şücaətlik yaranır. İstedadlı insan öz bacarığını nümayiş etdirmək üçün risk etməyə hazır olur. İkinci, insanda dözümlülük və səbir yaranır. İstedad inkişaf edən şəxs qarşısına çıxan çətinlikləri qəbul edir və səbir göstərir. Üçüncü, insanda təmkinlik və iradə yaranır. İstedad insanı ani duyğularla deyil, məqsədə uyğun qərarlar verməyə sövq edir. Beləliklə, istedad insanın mənəvi inkişafını təmin edir və onu həyatda uğur qazanan şəxsiyyətə çevirir. İstedad yalnız fərdi inkişafla məhdudlaşmır, həm də cəmiyyət üçün əhəmiyyətlidir. İstedadlı insanlar əldə etdikləri məhsulları və bilikləri millətə və insanlığa bəxş edirlər. Bu proses aşağıdakı formalarda təzahür edir. Birinci, peşə və sənət sahəsində uğur. İstedadlı insan öz sahəsində uğur qazanır, peşəkar fəaliyyət göstərir və cəmiyyətin rifahını töhfə verir. İkinci, mədəniyyət və incəsənət. Yaradıcı istedad insanı incəsənət və mədəniyyət sahəsində məhsullar yaratmağa sövq edir. Bu da cəmiyyətin mənəvi inkişafına təsir göstərir. Üçüncü, elm və texnika. İstedadlı insanlar elmi kəşflər və texniki yeniliklər sayəsində cəmiyyətin inkişafına xidmət edir. Beləliklə, istedad insanın şəxsi inkişafını təmin etmələ yanaşı, cəmiyyətin də mənəvi və intellektual zənginliyinə səbəb olur. İstedad insanın mənəvi inkişafına səbəb olur və ömrü daha mənalı olur. İstedadlı insanlar həyatın şirinliyi duyur, mənəvi gözəllik və nemətdən pay alırlar. Bu, onların daxili harmoniya tapması və həyatı daha dolğun yaşaması ilə bağlıdır. İnsan ömrünün dəyəri yalnız maddi uğurla ölçülmür. Ruhun zənginliyi, mənəvi gözəllik və yaradıcı fəaliyyət ömrü daha da qiymətli edir. İndi etdiyim bu çıxışlar əsasında istəyirəm ki, yenə nəticə verək və beləliklə aşağıdakı nəticəni əldə edirik. İstedad insan həyatda mühüm rol oynayan amildir. İstedad yalnız qabiliyyət və maraq deyil,
həm də insanın psixoloji və mənəvi inkişafını təmin edən güclü faktordur. Ömrün müxtəlif səhifələrində istedad üzə çıxır, insanın cəsarət, mətinlik, dözümlük, iradə və sabit kimi xüsusiyyətlərini gücləndirir. İstedadlı insanlar yalnız öz həyatlarını zənginləşdirmir, həm də əldə edilən məhsullar, bilik və yaradıcı fəaliyyətlə millətə və insanlığa töhfə verir. Beləliklə, istedad ömrü mənəvi gözəlliklə qidalandırır, həyatın dəyərini artıran və insanı daha mənalı yaşamağa zövq edən əsas amildir. Bununla da bugünkü çıxışımızı mən tamamlamaq istəyirəm. Hələlik bu qədər. Sağ olun, gələn görüşlərə dək.